Deməli, bizim bəbəşimiz hal-hazırda 3 həftəlikdir və maması onu qarnının üstə qoymur. Birinci onu soruşmaq istəyirəm ki, sizə bu barədə deməyiblər, yoxsa özünüz qoymamısınız? Yəni, xəbəriniz olmayıb bundan. Birinci uşağı qoymusunuz qarnının üstə? Uşağım olmasa. Aha. Aha. Deməli belə, bəbəşləri doğulandan bəri ilk həftəsi tamamından etibarən qarnının üstə qoymaq lazımdır. Niyə? Onun boyun əzələləri, kürək əzələləri möhkəmlənsin. Eyni zamanda da qolu öz çəkisini qaldıra bilsin deyə, qol əzələləri möhkəmlənsin deyə qarnı üstə gündə 4-5 dəfə qalmalıdır. Qalma müddətini necə hesablayırıq? Neçə həftəlikdirsə, hər həftəsini 1 dəqiqə olaraq götürürük və gün ərzində 4-5 dəfə həftəsinə uyğun müddətə qalır. Misal üçün, indi bəbəş Əsma tam 3 həftəlikdir. Bugün 3 həftəsi tamam olub. Gün ərzində 4-5 dəfə 3 dəqiqəlik qoymaq lazımdır. Toplamda 3 dəqiqə